آن پرچم علی ucatmışıq biz məktəbində izzət kazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Et-teksimu thalith. Dedi ki, üçüncü təqsimə əsasən bi'tibari zuhuri təşbih və xəfaihim. Görəsən, təşbih, bənzətmə orada zahirdir ya məxfidir. İki yerə bölünür. Bir dəfə sərih olur, bir dəfə də zimni olur. Sərihdən danışdıq. Yuxarıda qeyd elədiyimiz dedik ki, bütün o təşbihlər hamısı təşbih sərihin qismləri idilər. Amma təşbih zimni nə deməkdir? Təşbih zimnini dedik ki, gələn dərsdə, yəni bu dərsdə izah eləyək. Təşbih zimni o deməkdir ki, özü özlüyündə nəyinsə nəyə bənzətməyin başa düşmək olmur. Biraz fikirləşəndən sonra başa düşürsən ki, sonradan gətirdiyi cümləni əvvəlki üçün müşəbbəhbih gətirmişmiş. Sanki bu bənzətmək üçün gətirmişmiş. İkinci, ət-təşbihü zimni və huvə təşbihü ləzi la yekunu zahirən fil kəlam. Kəlamda zahirdir o təşbih. Bəl yufhəm minhu təlmihən. Bəlkə üstü örtülü şəkildə, təlmih yəni açıq demir, üstü örtülü işarə eləyir. Li'adami vad'i tərəfəyni fi surətin min suvarət təşbihil məhudə. Çünki tərəflər, yəni müşəbbəhi və müşəbbəhbihi açıq şəkildə o biri təşbihlərdə olduğu kimi ortaya qoymayıbdır. Və yəkunul müşəbbəhbihi fihi burhanen ala imkani ma usnidə iləhil müşəbbəh. Burada nə olur? O müşəbbəhbih burhan yolu ilə, yəni istidlal yolu ilə əldə olunur. Ala imkani ma usnidə iləhil müşəbbih. Hansı ki, müşəbbəh ona isnad olunubdur. İmkanı var ki, ona söykənsin, həmən o burhana söykənsin. Kəma fi qavli Əbi Təmmam. Deyir ki, la tunkiri ataləl kərimi minəl ğina. Ғəni insanın, deyir ki, kərim insanın varlılıqdan atil olmağı, varlı olmamağı, kərim insanın varlı olmamağı, kərim insanın kasıblığı, pulsuzluğu səni təəccübləndirməsin, onu inkar eləmə. Bir nəfər ki, səxavətlidir, kərimdir, əli açıq insandır, əli bol insandır, bunun kasıb olmağı, ғəni olmamağı səni təəccübləndirməsin, inkar eləmə bunu. Sonra bir söz deyir, ağıl istintazı ilə ki, nə demək istəymiş? Fəssəylu hərbun lil məkanil ğali, əl-ali. Çünki fəssəylu, sel, hərbun, yəni oradan süzülüb gedər, lil məkanil ali, uca məkanlar üçün, elə biləm ki, elə biləm hərb yox, daha hərb olmalıdır. Qaçmaq mənasına, süzülüb getmək mənasına. Çünki hərb, müharibə mənasına, olsun bəlkə hərbin süzülüb getmək, axıb getmək mənasında varsa deyə bilmərəm. Xülasə elə biləm ki, o bəlkə də ola bilsin kompüterçinin səhvidir ki, əvəzinə h yazıb. Fəssəylu hərbun lil məkanil ali. Çünki sel o uca məkanlardan axıb gedər. Nə əlaqəsi var? Deyir, indi dağın başını nəzərdə saxla, dağın başında su qalır, yox, adətən axıb gedir. Deyir, kərim insanın əlində pul qalmamağı, pulun verir, əli boş qalır, fəqir olur, deyir, sənə qəribə gəlməsin. Demək, nəyi nəyə bənzədib? Əslində istəyirsin ki, kərim insan dağın başı kimidir. Yəni, müşəbbəh nədir? Səxavətli kərim insan. Müşəbbəhbih nə deməkdir? Nədir? Dağın zirvəsi, başı. Nə cəhətdən bir-birinə bənzəyirlər? Hansı cəhətdən bunların oxşarlığı vardır? Əlində olan o, birində sudur, birində puldur, onun qalmamağı baxımdan bir-birinə oxşayırlar. Əy, la tunkiri xuluv və rəculil kərimi minəl ğina. Kərim bir kişinin ğinadan, puldan xali olmağını, pulsuzluğun inkar eləmə. Fə innə zəlikə leysə əcibən. Qəribə bir şey deyil. Liənnə qiməməl cibal və hiyə əşrəful əmakin və ə'laha. O dağların zirvəsi ki, qimməsi, o uca yeri ki var.
Hansı ki, məkanların ən ucasıdır hətta. Ora çıxmaq üçün iftixar eləyir. Canlarından keçirlər ki, gedib Everest zirvəsinə çıxacaq. Ora çıxmaq bir şərəfli şey. O qimmə ki vardı, zirvə ki vardı və əşrəful əmakin və əlaha la yəstəqirru fiyhə ma'us seyl. O yağışın suları, sel suları orada qalmır. Fəhuvə vaqiən yuridu ən yüşəbbihər rəcul kərim əl-məhrum minəl-ğina. Əslində varlı bir kişi ki, əlində pul yoxdur, onu bənzətmək istəyirdi. Bir qimmətil cəbəl, dağın başına bənzətmək istəyirdi. Varlı kişi oldu müşəbbəh, qimmətül cəbəl oldu müşəbbəh bi. Və qəd xələt minəs-seyl. O cəbəl, o zirvə ki, artıq orada su yoxdur. Lakinnəhu ləm yusərrih bizalik. Amma bunu təsrih eləmədi, bunu açıq-aşkar demədi. Ağıl istintac eləyir ki, məsələ bu cürdür. Deyir ki, lakinnə ləm yusərrih bizalik. Bəli şətrü thani minəl beyt munfəsilun anil əvvəl təmaməl infisal. Əslində deyir ki, birinci şətr, şətrü thani, ikinci hissə, şeyin ikinci sırası, birinci sırasından munfəsildir, ayrıdır. Təmaməl infisal, heç bir əlaqəsi yoxdur. Biri danışır, Kərim kişinin əlində pul olmamağından, birisi dağın başından, dağın başında sel qalmamağından. Tamam, başqa-başqa şeylərdirlər. Və salihun lil istiqlal, hər biri müstəqil şəkildə öz mənasını ifadə eləməyə qabiliyyətinə malikdir. Və min hazal qism aydan qavlul mutənəbbi. Həmən deyir, bu təşbih zımninin misalı olaraq Əbu Tayyib Mütənəbbi ki, ərəb şairlərindən böyüklərindən, onda bir şeirin də misal çəkək. Fəin təfuqil ənamə və əntə minhum fəinnəl miskə ba'du dəmil qəzali. Deyir ki, sən bütün insanlardan, ənam yəni məxluqatdan üstünsən. Hansısa indi padişahı deyir ya, Əbu Tayyib Mütənəbbi şair kimi böyük şair olub. Misilsiz şairdir. Daha doğrusu misli az tapılan şair sözün həqiqi mənasında, yəni şair kimi şeir aləmində ən uca zirvələri fəth eləmiş bir şairdir. Amma şəxsiyyət baxımından şəxsiyyəti çox da möhkəm adam olmayıb. Pul düşkünü olub. O padişahın qapısından qaçırdı o bir padişahı. Seyfüddövlə Hələbdə padişahıdır və Şiə idi, İsnaəşəri idi. Kafur isə Misirdə padişahıdır, o isə Sünni idi. Seyfüddövləni vəsf eləyirdi. Elə ki, biraz pulu az verdi, qaçıb gedirdi Kafurun yanına. Kafur pulu az verəndə qaçıb gəldi Seyfüddövlənin yanına. Yəni, şəxsiyyəti boş olub, özü şiə olubdu. 12 imam şiəsi olub. Yəni, əqidə baxımından problemi olmuyor. Amma əxlaq baxımından, şəxsiyyət baxımından yaxşı adam olmuyor Əbu Tayyib Mütənəbbi. Böyük ehtimal ki, padişahların hansınsa vəsf eləyir. Deyir ki, fəin təfuqil ənamə və əntə minhum. Vav orada haliyədir. Sən bütün insanlardan üstünsən, fövqündəsən, amma onlardansan. Sonra deyir ki, həqiqətən müşk ceyranın qanının bir hissəsidir. Nə demək, nə əlaqəsi var? Ona görə əvvəldən deyirdik ki, bəlağəti oxumasa insan, Quran ayələrini və hədisi və şeirlərdə keçən bir sıra mətləbləri yaxşı başa düşə bilməyəcək. Əgərsə bu təşbih zımnini anlamasaq, mümkün deyəcək, bu nə əlaqəsi var, nədən danışır? Elə ki, təşbih zımnini anlayırıq, başa düşürük, onda şeirdə rahat başa düşürük. Deyir ki, sən insanlardan biri olduğun halda hamısından üstünsən. Sanki zehnimizə bir sual gəlir, əgər hamımız Adəmdən, hamımız Həvvadan əmələ gəlmişiksə, niyə görə kimsə kimdən sən üstün olsun? Elə hamımız bərabər olmalıyıq. O şübhənin cavabında başqa bir şey deyir. Deyir ki, ən bahalı ətir müşkdür. Müşk özü də hardandır? Ceyranın göbəyinə toplanan qanın qurusudur. Xüsusi bir damardan qan axır. Bilirsiniz də, ən bahalı ətir, müşk var. Xüsusi bir ceyran növüdür. Hər ceyranla da olmur. Bəzi ceyran növləri vardır ki, buna onun elə belə əsasən onun üçün yetişdirilir, ya dağlarda olur, o təbiisi lap yaxşı olur, amma
Süni şəkildə də xüsusi fermalarda da saxlayırlar ki, onun üçün ki, ətindən çox, məsələn, dərisindən çox elə onun müşkünə görə. Göbək tərəfində bir torba kimisi vardı. Yavaş-yavaş o göbək tərəfindən xüsusi bir damarını partlayır ya neyinirsə, o qan damcılayır, damcıladıqca dolur o. Dolur, məsələn deyək, 2 dənə qoz boyda ya bir qozdan biraz yekə qozlar boyda olanda o qopub düşür. Sonra içindəki o qan ki artıq quruyub, suyu buxarlanır, qara formalı bir ətir əmələ gəlir ki, dünyanın ən bahalı ətirlərindəndir. Görən var, görmək olmasa da YouTube-da vursa çıxarda bilərsiniz ki, necə bir şeydir. İndi misal vurur ki, deyir elə ceyranın o müşkün torbasına yığılan qanı da o biri qanlarından da, amma o biri qanlarının qiyməti yoxdur, satsalar da heç kəs almaz. Amma bu qan ki, o xüsusi bir qandır, baxmayın ki, o da ceyranın bədənindəndir, 100 minlərlə, milyonlarla pula gedən bir dəyərli bir ətirdir. Yəni desən mənə irad tutma, təəccüb eləməcəklə ki, necə olur hamımız eyni bir insan olduğumuz halda bu hamdan üstün olsun. Elə onun başqa misalını ceyranda da görə bilərsən. Ceyranın xüsusi olaraq o göbəyindən tökülən o qan ki var, torbaya dolmuşdu, o buru qanlardan fərqlidir. Deməli onda təşbih zimni var burada. Nəyi nəyə bənzətmək istəyir? İstəyirdi ki, o kimisə tərifləmək istədiyi şəxsi misal vursun müşkə, desin ki, filan kəs müşk kimidir. Amma onu demədi. Ağıl istintac eləyib onu çıxartdı oradan. فَإِنَّهُ لَمَّا ادَّعَى أَنَّ الْمَمْدُوحَ قَدْ فَاقَ النَّاسِ. Bu ki iddia elədi, təriflədiyi şəxs, dediyim hansısa padşahdır kimdirsə, فَاقَ النَّاسِ, insanlardan yuxarıdır. Hətta sarı əslən bir rəsi, sanki özü ilə müstəqil bir insanlığı təmsil eləyir. Və kânə hâzə mimmə yəd'u ilə təəccüb. Bu da insanda təəccüb yaradırdı ki, necə ola bilər? Likoni kəl-mumtəni zahirən. Zahirən mumtəni edən belə bir şey ola bilməz. Hamımız eyniyi. Fəbəyyənə imkanəhu. İstədi başqa bir şey misal vurmaqla onun mümkün olduğunu sübut eləsin. Biənnə şibhə hâzihil hal biən şəbbəhə hâzihil hal bihalil misk. Şəbbəhə hâzihil halə olar da biən şəbbəhə hâzihil halətə bihaliyə şəbbəhə hâzel hal bihâzil ya hâzihinin hısın ləğv eləyək olsun hâza yaxud da ki o halətə bir təmərbuta qoşaq ki düz olsun. Biən şəbbəhə hâzel hal bihalil misk əlləzvə minəd-dima, hansı ki o qandan biri idi. Thümmə la yuad minha, sonradan artıq onlardan sayılmır. Toplanandan sonra artıq müşkə dönür, ətrə dönür, qan sayılmır o. Lima fihi minəl əvsafi şərifə, çünki onda həddən artıq yuxarı şərif bir xüsusiyyəti vardır. Əlləti la tucad fid-dima, hansı ki digər qanlarda o şey yoxdur. Və lakinnəhu azmərə hâzət təşbih fin-nəfs və ləm yusarrih bihi. Amma bu təşbih içində gizlətdi, izhar eləmədi, buraxdı ki, sami' özü onu istintac eləsin, özü onu başa düşə bilsin. Və yettəzihu minəl əmsilə mütəqəddimə ənə təşbihə zımni yəmtazu ən qeyrihi bi umurin. Bunları başa düşəndən sonra bu dediklərimizi anlayırıq ki, təşbih zımni təşbih sərihdən bir neçə cəhətdən fərqlənir. 1. Ənə təşbihə fi qeyri musarrah bih. Təşbih burada göstərilməyib. İnsan, yəni o müxatəb, dinləyici, sami özü onu oradan istintac eləyib çıxartmalıdır. Bəli yulməh və yüstəntəc minəl məna. Bəlkə o mənadan istintac edilib, oradan elə bir ki, o eşib çıxartmalısan, onu başa düşməlisən. Birbaşa yoxdur orada. İkincisi, ədəm vücud tərabutun lafzı beynəl müşəbbəhi vəl müşəbbəh bih. Zahirdə müşəbbəhlə müşəbbəh bih arasında heç bir rabitə, ləfzi rabitə yoxdur. Bəl kullun minhumə salihun lil istiqlal anil axər. Hər biri başqasından fərqlənə bilərlər, heç bir bağlılıq yoxdur. Üçüncüsü, innəl müşəbbəhə fi hâzə təşbih yuthiru fikrətən fiyhə qərabə. Bu təşbih zımnidə həmişə müşəbbəh bir qərabət, bir təəccüblülük yaradır ki, belə şey ola bilər, yəni, bu necə sözdür? Deməsə də insanın zehninə gəlir ki, ağla batan deyil, məntiqli deyil. Dərhal ardından o biri beyti, o biri sıranı, o biri cümləni gətirir ki, görəsən ki, belə bir şey var imiş. Yəni, zehnində olan şübhəni, təəccübü ortadan qaldırmaq üçün
o inamsızlığı ortadan qaldırmaq üçün başqa bir şeydə misal çəkir ki, o da bu cürdür. Yusiru fikreten fi qarabe fela yusallimu bihi sami təslimə. Eşidən bunu təslim edir, onun qabağına təslim olmaq istəmir, qəbul etmək istəmir mübaşirətən. Və innəmə yəhtacu fil qəbul biha ilə dəlilin yuqni'uhu. Bəlkə dəlil axtarır, xüsusi bir dəlili olmalıdır ortada ki, onu qani etsin. Və yurəssix i'tirafəhu biha. Onun etirafın möhkəmlətsin ki, doğrudan da o şair ya o ədib düz deyilmiş. Fəyyəti bil müşəbbəh bih. Ona görə də dalıcan müşəbbəh bihin gətirir. Lakinnəhu yasluhu məsələn və şahidən. Amma likavnihi yasluhu məsələn və şahidən. Buna görə ki, sonradan gələn beyt, sonradan gələn misra, nə bilim, şeir, cümlə əvvəlkisi üçün dəlil ola biləcəyinə görə, ola bildiyinə görə misal olaraq gətirib onu. Tuqarribuhul uqul bədahədən. Tuqarribuhul uqulu bədahətən. Hansı ki, ağıl bədahətən onlar birbirine yaxınlaşdırır. Və tatməyinnu iləhil qulub səliqətən. Və insanın qəlbi ona, o səliqəni, o insani səliqə ki var, o bədii ədəbi zövq ki var, insanın zövqündə, insanın fitrətində Allah təala qoyub, ona itminan tapır ki, hə, ola bilərdi. Yəni, nə qədər ki, o sözü deməmişdi ki, məsələn, müşkün barəsində misal çəkməsəydi ki, o da qanda, o birisi də qanda, amma görsən ki, bu qan o birilərdən fərqlidir. Heç bir onlara oxşarlığı yoxdur. Demək, onda sən də insanlardan biri olsun da onların hamısından fərqlənsən, tam öz başına müstəqil bir insanlığı sanki təmsil edirsən. Əvvəlcə qəribə o gəlsə də, qərabət yaransa da, təəccüblü olsa da, sonraki misra o təəccübü sanki ortadan qaldı ki, belə bir şey ola bilər, başqa bir misal vurmaqla. Ət-təqsimur rabi'. Dördüncü təqsim. Təqsimu bi'tibari in'ikas tarafeyhi və ədəmihi ilə darbeyn. Deyir ki, dördüncü təqsim tərəflərinin əks formada qeyd olunmağı ilə olunmağı əsasında bölgü. Əslində müşəbbəh bihə bənzədilər. Əslində müşəbbəh, yəni bənzətmək istədiyin şeyi, nəyəsə bənzətmək istədiyin filan şey, məsələn deyirsən, filan kəs qızıl kimidir. Misli bərabəri az tapılar. İstəyirsən bir adamı qızıla bənzədəsən. Filan kəs qızıl kimidir. İndi bəzi hallarda məsələ əksin olur, məqlub olur. Deyirsən ki, qızıl filan kəs kimidir. Buna deyilər məqlub, təşbihil məqlub. Var qeyri-məqlub. Görəsən, təşbih öz təbii axarındadır ya yox. Əgər təbii axarındadırsa, buna deyilər təşbihun qeyri-məqlub. Yəni, əksinə deyil, hər şey öz qaydasındadır. Bir də var təşbihun məqlub, yəni məsələni dəyişmirsən, əksləşdirmirsən, alt üst eləmirsən, çevirmirsən. Təqsimu bi'tibar in'ikas tərəfəyi və ədəmihi ilə darbeyn. Dördüncü təqsim tərəflərinin, hər dəfə tərəfəy deyəndə, yəni müşəbbəh və müşəbbəh bihin əksinə çevrilməsi və yaxud çevrilməməsinə görə iki yerə bölünməsi. Birincisi, ət-təşbihul məqlub və huvə ibarətun ən təşbihilləzi yuc'al fihi ma kanəl əslu fihi ən yəkuna müşəbbəhən bihi müşəbbəhən. O təşbih məqlub ibarətdir. O təşbihdən ki, hansı ki orada əsl ki var idi, o çevrilib qeyri əslə çevrilir. Ma kanəl əslu fihi ən yəkuna müşəbbəhən bihi müşəbbəhən. Müşəbbəh bihi müşəbbəh eləyirlər. Və ma kanəl əsl ən yəkuna müşəbbəhən bih. Hansı ki əslində müşəbbəh bihə bənzədilməli idi. İnsanı qızıla bənzətdiyin filan kəs o qədər yaxşı insanı qızıl kimidir. Çevirirsən əksinə desən ki, qızıl filan kəs kimidir. Yəni daha da ədəbi çıxır, daha da bədii çıxır. Qəsdən ilə iham, qəsd eləyib ki, iham eləsin, yəni zehinlərə bunu ötürsün ki, ənnə ma sarə müşəbbəhən bihi ətəm fi vəcih şəbəh. Minəlləzi sarə müşəbbəhən. İstəyirsən sübut eləyəsən ki, ənnə ma sarə müşəbbəhən bihi,
O şey ki, bu təşbihdə, təşbih məqluda müşəbbəh edilib, o, ətəm fi vəcih şəbəh minəlləzi sarə müşəbbəhən. Müşəbbəh bir qərar verilmiş şeydən, vəchu şəbəhdə, həmin o sifətə daha üstündür. Deyirəm, məsələn, Zeyd qızıl kimidir. Bu adı təşbihdir. Bir dəfə deyirəm, qızıl Zeyd kimidir. İndi o qızılın o özəlliyi nə idi? Qiymətliyi, dəyərliyi, az tapılanlığı, hamının ona həvəsli olmağı. O vəchu şəbəhlər deyirəm ki, Zeyddə qızıldakından daha çoxdur. Ona görə əksinə çevirirəm. Əslində, müşəbbəh bihdə çox olmalı idi, ona görə bənzətmişdi. İndi məsələni iddia eləyir ki, əksinədir. Deyirəm ki, qızıl Zeyd kimidir. Qızıl Zeydə bənzəyir. O qədər yəni Zeyddə o sifətlər yuxarıdır ki, o az tapılmaq, o dəyərlilik, qiymətli Zeyddə qızıldan daha çoxdur. Əksinə çevirmirsən. Hətta sarə huvəl əsl. Sanki məsələ əksin olub, o əsl olubdur. Vəl axərül fərq. O birisi isə, yəni nə? Müşəbbəh isə nədir? Müşəbbəh bih isə fərə dönübdür. İtimadən ələl qaidəl mərufə. İtimad olunur bu məsələdə məruf bir qayda ki, min konil vəch fil müşəbbəh bi ətəm. Hansı ki, müşəbbəh bihdə həmən o vəch o şəbəh daha ətəm olmalı idi. Daha tamamlanmış, daha da kamil olmalı idi. Vəliza utliqa aleyhi, ətləqa aleyhi İbnül Əsir fi Kənzil Bəlağa isim qələbətul furu' aləl usul. Deyindim, İbnül Əsir ki, qrammatika alimlərindəndir, həm hədis alimləri, həm də qrammatika alimlərindəndir. Bidayə və Nihayə kitabda İbn Əsir'in də, ya Qəribul Hədis, yəni həm tarixdə, həm hədisdə böyük alimlərdən biridir. Həm də bəlağət sahəsində də mühüm alimlərdən biridir. Deyir ki, İbnül Əsir bu növ təşbihin adın fər'in, budağın gövdəyə qalib budağın əsl ağaca qalib gəlməsi adı ilə tanıtırıbdır. Demiş ki, qələbətul furu'i aləl usul. Furunun, yəni budaqların kökə qalib gəlməsi təşbihi. Niyə? Çünki tərsəsinə çeviribdir, əksinə çeviribdir. Müşəbbəhi müşəbbəh bihə bənzətməkdən müşəbbəh bihi müşəbbəhə bənzədibdir. Liza atlaqa aleyh İbnül Əsir fi Kənzil Bəlağa. Kənzil Bəlağa onun kitabıdır. Orada deyib ki, qələbətul furu'i aləl usul. Və min əmsələti zəlikə fil Qur'anil Kərim qavluhu ta'ala. Qur'an-ı Kərimdə əgər bunun misalına baxsaq, dəfələrlə bu söz demiş, yəni təkrar eləyirik. İlk əvvəldə elə bəhsə daxil olanda Şeyx Muin Dəqiq bir neçə dəfə təkid elədi bu şey ki, bizim bəlağət kitabın hövzələrdə oxumağımızın əsas səbəbi Qur'an-ı Kərimi düzgün başa düşməkdir. Çünki Qur'an-ı Kərim söz incisidir. Eyni zamanda ki, hidayət kitabıdır. Eyni zamanda ki, Allahın sonuncu peyğəmbər ki, hamıdan üstündür və onun göndərdiyi kitabların içində ən üstünüdür. Yəni Allah çoxlu peyğəmbərlərinə kitablar göndərib, amma heç bir peyğəmbərinə Quran qədər üstün səviyyəli, kamil bir kitab göndərməmişdi. Hamısından bütün kitabların gözəlliyin, özəlliyin cəmili və artıqlaması ilə Allahın göndərdiyi bütün kitabları. Bütün bunlarla yanaşı ki, hidayət kitabıdır, təqva kitabıdır, iman kitabıdır, insanı cənnətə aparır, cəhənnəmdən uzaqlaşdırır. Bunlar hamısı öz yerində. Bundan əlavə bir də gözəlliyi vardı, bədii ədəbi gözəlliyi vardı. O bədii ədəbi gözəlliyin düzgün başa düşmək üçün hökmən bəlağətə ehtiyacımız var. Əgər bu şeyi bilməsəydi, mümkündür o ayəni oxuyanda hey zehnimizə gələcək, bu niyə bu cürdür? Məsələ niyə belədir? Niyə bu cür cümlə bu cür qurulubdur? Diqqət eləyin. Allah Mütəal Qur'an-ı Kərimdə belə deyir. Qalu innəməl bəy'u mislur riba. Səhv eləmirəmsə, Bəqərə surəsi 275-ci ay olmalı, bəli. Bəqərə surəsi 275-ci ayda ribadan, sələmdən, faiz yeməkdən danışanda deyir ki, o kafirlər belə dedilər. Qalu innəməl bəy'u mislur riba. Həqiqətən, onlar belə dedilər ki, alver elə riba kimidir. Elə bil bir nəfərə deyirsən ki, sələm yemə, riba yemə. Deməlidir, nə problem var? Riba da elə alver kimidir də. Sən alver eləsən, pul qazansan, mən də pulumu verirəm, pul satıram, məsələn deyirəm, pulu verirəm, əvəzinə pul alıram. Əslində belə olmalı idi. Deməlidir, niyə eləməyim ki, sən
Da ki deyək, pesok satırsan, nə bilim, konfet satırsan, paltar satırsan, ayaqqabı satırsan, pul qazanırsan, mən də pulumu satıram da. Pulumu verirəm, bir aydan sonra artıqlamasını alıram. Deməli idi ki, innəmər riba mislul bey'. Sən alver eləyirsən, elə mənim ribam da sənin alverin kimidir. Sən oradan qazanırsan pulu, mən də buradan qazanıram. Əslində bu cür olmalı idi. Qalu innəmər riba mislul bey'. Zahiri quruluş bu cür olmalı idi. Amma Quran-ı Kərim məsələni məqlub eləyib, əksini eləyib, alt üst eləyib. Dedi ki, qalu innəməl bey'u mislur riba. Dedilər ki, nədir? Bey, alver yalnız riba kimidir. Niyə bu cür oldu? Yəni bunlar məsələ bu cür yəni dedi axı təşbihül məqlubda iddia eləyir ki, iddia eləyir. O vəchü şəbəh ki vardı, vəchü şəbəh. Müşəbbəh bihdə, müşəbbəhdən çox olmalı idi, amma əksinə iddia eləyir ki, müşəbbəhdən müşəbbəh bihdən daha çoxdur. Bayaq nə dedik? Dedik əslində deməlidir, Zeyd qızıl kimidir. Qayda ki, qızıl Zeyd kimidir. Yəni o vəchü şəbəh ki, qiymətlilik, az ələ düşmək, az tapılan olmaqlıq Zeyddə qızıldan daha çoxdur. Bunlar da kafirlər. Demək istəyir ki, bu cür fikirlərində bu cür var idi. Halal ruzi qazanmaq, halalçılıq belə deyək, daha təmiz pul qazanmaq ribada çoxdur, nəinki alverdə. Bəzə bu cür deyir ki, mən cəmaata əlindən tutmuşam da, dara düşmüşdü, pis vəziyyətdə idi, onu pulu verdim, o çətinlikdən çıxartdım. Sən ona mal satırsan, malın xarab da çıxa bilər, nə edə bilər? Mən sonra tərtəmiz pulumu verdim, tərtəmiz pulumu aldım da, üstündə biraz artıq almaqla. Özünü düzə çıxart. Yəni demək istəyir ki, halal çörək qazanmaq, rahat çörək qazanmaq, düzgün çörək qazanmaq ki, qəpik quruşuna qədər hər şey yerindədir, hesab əvvəldən bəllidir, məndəkidir, səndəki yox. Yəni halal ruzi qazanmaq onun nəzərində ribada alverdən daha yaxşıdır. Niyə? Çünki alverdə mal eyibli çıxa bilər, xarab çıxa bilər, nə bilim deyə vaxtı çıxmış ola bilər, nə bilim nə ola bilər. Amma alverdə ədəd də bəllidir, bir aydan sonra vaxt da bəllidir, nə qədər verəcək də bəllidir, heç kəsi allatmır. Zəhində bu cür tutub. Deməli onda alverdə əgər yaxşılıq bir nəfər yaxşılıq alverdə, mən sənə lazım olan ehtiyacı qarşılayıram, sən də mənə lazım olan ehtiyacı. Müştəriyə həmin o istədiyi əşya lazımdır, getdi satıcının yanına. Satıcıya da pul lazımdır. O ayaqqabını verdi, ya yeməyi verdi, əvəzinə pul aldı bir-birindən. Mal mübadiləsi edilər. Biri pul verdi, biri də ona əşya verdi. Bir-birinə yaxşılıq edilər, bir-birinin əlindən tutdular. İndi bu əlindən tutmaq bir vəchü şəbəhdir. Bir-birinin ehtiyacını qarşılamaq. Ehtiyacını qarşılamaq ribada alverdəkindən daha çoxdur. Necə var dedik ki, Zeyddə olan xüsusiyyət qızıldakından daha çoxdur ki, ribada alverdə elə riba kimidir. Yəni əslində sanki o əl tutmaq yaxşılıq ribada daha çoxmuş. Bu cür baxıb məsələyə, bu cür yanaşır. Qalu innəməl bey'u mislur riba. Fəinnəl məqsud fil əsl ennəhum ca'alur riba kəlbey'. Çünki onlar, o cahiliyyət ərəbləri ribanı, fərq yoxdur, cahiliyyət ərəbi hər hansı, elə indinin özündə də. Ca'alur riba kəlbey'. Ribanı alver kimi gördülər. Fəqulibə mübaliğətən fih. Mübaliğə cəhətindən onun təqlib olunub, çevrilibdir. Zə'mən ennə riba əvla bil hilli minəl bey'. Bu cür zə'm elə, bu cür düşünürdülər ki, riba halallığı üçün beydən, alverdən daha yetərlidir, daha gözəldir, daha övladır. Hətta cəaluhu əslən bil qiyasi aleyh. Hətta gəllər ribanı alverdən də əsas tutdular. Alveri onunla müqayisə elədilər. Və min əmsiləti fi şe'r qavli Muhammed ibn Vuheyb. Deyir ki, başqa bir şeydən gəl, misal çəksək, Muhammed ibn Vuheybin şeirində belə gəlibdir. Və bədəs səbahu kəənnə qurrətəhu vəchəl xəlifəti xinə yumtədəhu. Deyir ki, və bədəs səbahu, sabah açıldı, parıldadı, gün çıxır yavaş-yavaş, üfüqdə parıltılığı baş verdi, gözəl sübh açılır. Elə bil ki, xəlifənin üzüdür o zaman ki, təriflənir. Əslində, xəlifənin üzü bənzədilməkdir sabahın açılmağına ki, gözəl bilən gündür. Məsələn, deyək, havada bulud yoxdur, duman yoxdur.
gün kimi hər şey gözəldir, təbiət gözəldir. Sabah vaxtı havanın açılmağı gözəl bir mənzərədir. Əslində xəlifə təriflənən zaman üzündəki parıltılı bir inbisat, bir gözəllik yaranır. Onu bənzətməliydi sabaha. Amma əksinə çeviribdik. Sabahın o açılmağı xəlifənin üzünə bənzəyir. O zamanki təriflənir. İkincisi, ət-təşbihu qeyrul məqlub. Yəni normal təşbihlər, məqlub olmayan təşbihlər. Və huvə bi xilafi və qəd təqəddəmə mə yasluhu misalən lə. Bu deyilən təşbihlər hamısı demək olar ki, bu dəfəkisindən yerdə qalan təşbihlər hamısı hansı təşbihindəndir? Qeyri-məqlubdandır. Ət-təqsimul xamis. 5-ci təqsim. Bi'tibari vəcih şəbəh. Min heyz kavni surətən muntəzətən min mütəaddidin ila qismeyn. İndi 5-ci təqsim, yəni 5-ci təqsimin, təşbihin 5-ci təqsimində vəchü şəbəhin intizasına görə bölürük. Amma bu cəhətdən ki, bu intiza ki var, çəkib çıxartmışıq, intiza eləmişik. Bir dənə şeydən intiza olunub ya mütəaddiddən. Çünki bəzi hallarda vəchü şəbəh mümkündür bir şeydən, bir xüsusiyyətdən çıxarlar, mümkündürsə bir neçə dənə surədən, ümumi mənzərədən, məşhəddən çıxardırıq. O baxın yerindən ki, o surəni bütöv şəkildə gözümüzün qabağına gətiririk, o surədən bir şey hasil eləyirik. Ət-təşbihu təmsili, təmsili təşbih. Və huvə mə kânə vəchü şəbəh fihi surə muntəzə min mütəaddidin. Təşbih təmsili, ona deyərlər ki, bir neçə şeydən, yəni o müşəbbəh bih ki vardı, o bir dənə şəkildən ibarətdir, müxtəlif şəkillərdən ibarətdir. O şəkillərin məcmuəsindən bir şey çıxardıb qoyuruq ortaya. Nə kimi? Kəma fi qavli Teala. Allah Müteal belə buyurur. İ'ləmu ennəməl həyatud dünya, bilin ki, dünya həyatı ləibun oynamaqdır və ləhvun eşrət çəkməkdir. Bəzilə deyirlər ki, bu insan yaşına uyğundur. Uşaq körpə olan vaxt, məsələn deyir, 10 yaşına qədər, 8 yaşına qədər oyun oyuncağını oynayır. Sonra ləhvun, sonra eşrət çəkir, zaman oldu eşrətə və zinətin sonra başlayır ki, ev tiksin, nə bilim, arvad alsın, nə bilim, həyat qursun, bir zinət dünya həyatı ilə və təfaxurun, ailə uşaq böyüdü, oğlanları ilə, nə bilim, maşını ilə, nə ilə öyünür, təfaxur eləyir. Bəynəkum. Və təkəsurun, ailəsi çoxalır, nəvə nəticə sahib olur bu cür. Fil əmvali vəl-əvlad, mal dövlətin çoxluğu ilə, nə bilim, pulunun, imkanının çoxluğu ilə öyünür, təkasür eləyir. Bütün bunlar kəməsəli qaysin, bir yağışa bənzəyir. O yağış yağır yerə, əcəbəl kuffarə nəbatuh. Kuffar burada kafir mənasına deyil, əkinçi mənasına. Kafir yəni əkinçi. Əcəbə zurra. Kuffar burada əkinçiləri təəccübləndirir. Nəbatuh, onun əmələ gətirdiyi o bitkilər. Thummə yəhicu, sonra həyacana gəlir. Fərəahu musfərən, görür ki, saraldı. Məsələn, o sümbüldü, ağacdı, qurudu, budaqlar töküldü yerə, saraldı. Thummə yəkunu hutamən, sonra ovuldu, töküldü, həmən o yaşıllıqlar ki, sarıya dönmüşdü, sarılandan sonra da əzildi, töküldü. Və fil axirəti əzabun şədid. Axirətdə də şiddətli əzabı var. Və məğfirətun minəllahi və ridvan. Möminlər üçün isə nədir? Allah tərəfindən bir bağışlama və Allahın razılığı vardır. Deməli, burada müşəbbəh insan həyatıdır. Müşəbbəhun bih isə nədir? Yağış və onun əməl gətirdiyi bitkilər. Necə? Nətər bənzədilibdir? İntiza necə olunub? İnşallah gələn bəhsimizdə tamamlayarıq. Elhamdülillah Rabbil aləmin və sallallahu alə seyyidina və nəbiyina Muhammedin və alihi tahirin.